Salam əziz və dəyərli izləyicilərim. Mən bugün sizlə bir məlumat paylaşmaq istədim. Bilirsiniz ki, artıq havaların istiləşməsi ilə hovuz mövsümü başlayır və siz də narahatsınız, qorxursunuz ki, hovuza gedərəm, qulağıma qriboq düşər, infeksiya keçər. Artıq bu problemlərdən, bu qorxudan azad olmağın zamanıdır. Mən sizə borap damcını məsləhət görəcəm ki, bir dənə alırsınız, atırsınız çantaya, uşaqdan böyüyə hamı istifadə eləyir. Dənizə, hovuza girdiniz, çıxdınız, hər qulağa 2 damcı. Töhməniz kifayətdir ki, qulaqda olan çirki, infeksiyanı hamısını təmizləsin. Tam təbii məhsuldur, tam gözəl, effektiv məhsuldur. Hansı ki, əvvəllər bornaya kislata adı ilə qulaq damcısı olurdu. Bir 10-15 il bundan öncə. Onun əvəzinə ondan daha güclü təsirə malik olaraq yenidən gəlibdir. Bütün apteklərdən əldə edə bilərsiniz. Eləcə də uşaqlı analar, əgər gecələr uşaqlarınız yatanmırsa, narahat olursa, qulaqları ağrıyırsa, alırsınız apteklərdən, hər qulağa 2 damcı damcıladırsınız və uşaqlarınız rahat yuxu yatır, siz də rahat olursunuz. Borap damcı. Videonu bəyənməyi, səhifəyə takib atmağı unutmayın. Minnətdaram hər birinizə.